Bəzən o şöhrət adamı çaşdırır, o sonradan görməyin dalğası ki var, o adamı çaşdırır. Adam elə şeylərlə üzləşir. Bəzən mən özümdən götürürəm ki, düzdür, ehtiyac həmişə pula olur, amma elə şeylər var ki, pulun ona gücü çatmır da, puldan dəyərli şeylər olur. Mən baxmışam, mənim ehtiyacım da olsa, Samirə bunları yaxşı bilir, mən oraya getməmişəm. Və sonra nəticə etibarı ilə bir şey düşünmüşəm ki, yəni Orxanı da bəzi bizim elə doğmalarımız küstürüb şu sənətdən. Yəni əslində uzaqlaşmır, elə o sənətin içindədir, bizdən sonra gələn nəslin elə sütunlarından biridir və ondan da sonra gələn nəsil ki var, o da bizdən sonra meyxananı onlara düzgün şəkildə götürüb. Amma bu niyə çəksin demək, elə şey var ki, bəzən də onu nə izah eləmək olur, nə onu paylaşmaq olur. Niyə ki, deyir də, meyxana deyirdi, gedirdi. Demək, orada elə şey var, o özü də yaxşı bilir ki, o meyxana deyə o hansı gəlir mənbəyini əldə eləyə bilər. Amma o ondan imtina edir, çünki onun üçün ondan dəyərli şey var, o getmir oraya. Küsür, dostdan, tanışdan. Elə bilirsiniz, pulsuzluq asan imtihandır, yox. Və yaxud pulun olmağı asan imtihandır. Bunlar ikisi də çox çətin imtihandır. Amma mən sizə bir söz deyim ki, mən elə Orxandan söhbət getmişkən, Orxan demək olar ki, belə gözümüzün qabağında yüksəlib də. Bizim neçə dəfə sınaqlarımızda belə bu mümkün özü bir belə deyək ki, ustad səviyyəsinə qalxmış bir adamdır. Yüklən məclislər oldu ki, belə adam rəqibini görürsən də, rəqib səni necə deyir, bax, sən boşluqları var, o var. Bir də olsan ki, yox, elə vurursan gəlir, yox da deyir, belə şeydir. O vaxtlarda bir dənə ülkədə məclis oldu, çəkdim qırağa dedim ki, sən tapancasın, Orxan, mən sənə belə şeydir. O vaxtlarda işdim ki, meyxanada demirəm. Zəng elədim Orxana ki, qardaş, belə deyilsən, dedim, belə deyil, dedim, getmək olmaz, bir 4-5 nəfər qalmışıq, belə, yəni, hara geyirsən, sən deyir, yox, deyir, bir kişi elə var, görüşüb danışarıq. Dedim, yox, nə lazımdır, sənə yanındayıq, belə, amma eləmə də, belə, çünki təzə bu kurul yaranıb, elə belə şeylər yarandı deyə, hansı kimlərsə əyə qaçdı, sənətə bəzi şeylər gətirdi. Biz o, hansı kimi köhnələr var ki, puxtələşən vaxtı sənətdən çəkilən bir-iki sənətkarlarımız da oldu. Onlar qalsaydı həqiqətən yerində, mümkün hansı qayda, qanunları, çərçivələri qoya bilərdik sənətə. Bu olmaz. Biz pərən düşürük deyə, hamımız ora geridik. Çıxanlar başlayır hətta o yaşlıların üstündə nəsə getməyə və yaxud nəsə deməyə. Amma maşallah Orxan elə bugün sənətə qayıtsa qəndəli Orxandır. Yəni mən onu 100% verirəm. Qardaşım, mən bir şey də demək istəyirəm. Yəni bir var, yəni deyə bilməyib sənətdən gedirsən. Sən bilirsən ki, sadəcə don geyindirirsən ki, yox, demirəm. Yox, məsələ o deyil. Məsələ deyə bilmirsən, ona görə gedirsən, adını qoyursan belə. Amma yəni o Orxan bir çıxışında dedi ki, mən də cavanların içində, sonra o birisi nəsildən sonra gəlmişlərin içində mən də sütunların biriyəm. Rüfətin özü də o sütunların biridir. Hərənin özüdə məxsus, özü imzası var sənətimi. Dəstəkləmirəm sənətdən getməyi. Orxan, məsələn, Mən də Orxana demişəm onu ki, sənin yeməyi, dəstəkləmirəm ki, Biz bura Oktay'ın adından yarıya çıxmışıq. Oktay'ın özü də, Allah qoysa gələn sentyabr mənim adımda danışarıq. Oktay'ın özü də, Mən istəmirəm heç ümumiyyətlə bu mövzuya qaydaq. Yəqin siz də mənə başa düşərsiniz. Bu barədə çox danışmışam mən, efirdə də sual verib danışmışam, hər tərəfli danışmışam. Adam var məsələn, bu tək bağlayır bir səbəbə ki, deyəsən Rəşad yoxdur deyən ona görə meyxana demir. Adam var bağlayır başqa səbəbə, tək o da öz səbəbləri, yəni burada bir çox səbəblər var. Heç kimə də xoş deyil, elə Həzrin dediyi kimi ki, o işin ən gözəl yerində qapını örtəsən ki, sağ ol. Ona da səbir lazımdır. Mən bilirdim ondan sonra mən nələr gözləyə bilər, nələr gözləyir. İstər maddi, istər mənəvi fərq yoxdur. Amma inşallah ki, Allah böyüdür, yaxşı olar.